Belə deyək ki, kardiovaskulyar xəstəliklər deyərdim ki, daha çox vitamin C tələb edən bir xəstəliklərdir. Nəyə görə? Çünki kardiovaskulyar xəstəliklərin demək olar ki, əksəriyyətinin kökündə aterosklerozun yaranması durur və vitamin C-nin subklinik çatışmazlığı proaterogen təsir göstərir. Yəni aterosklerozun yaranması üçün təsir göstərir. Bu defisit, yəni vitamin C-nin defisiti lipid mübadiləsini normal getməməsinə təsir edir. Endotelin funksiyasına deməli neqativ təsir göstərir. Vitamin C xolesterinin ötürüşlərinə parçalanmasında rolu var. Karnitin sintezində rolu var. Onun çatışmazlığı zamanı xolesterin toplanır, aşağı sıxlıqlı lipoproteinlər toplanır. Çatmamazlığı zamanı azot oksid sintez oluna bilmir. Hansı ki, azot oksid damarların qoruyucusudur, endotel qatının qoruyucusudur. Onun damarları iltihapdan qoruyur, oksidləşmədən qoruyur. Orada deməli xolesterinin toplanmasından qoruyur, trombozdan qoruyur. Hansı ki, vitamin C çatmayanda azot oksid sintez oluna bilmir. Digər tərəfdən azot oksid bilirik ki, damarların vazodilatasiyasına kömək edir. Fizioloji vazodilatasiyasında iştirak edir və onun çatmamazlığı hipertoniyada da mühüm rol oynayır. Burada mexanizmi yazılıbdır. Çox vaxtımız gedəcək mexanizmin desəm, yəni məqsəd budur ki, azot oksidin sintezi pozulur vitamin C çatmamazlığında və azot oksidlə və xolesterin lipid mübadiləsi pozulur. Bu damarın zədələnməsinə və orada aterosklerozun əmələ gəlməsinə təsir etmiş olur. Belə bir hətta tədqiqat aparıblar, onu yerləşdirdim. Deməli, alimlər əsasən burada axıl yaşlıları götürüblər, daha doğrusu yaşlı insanları götürüblər. Həm qadınları, həm kişiləri, qadınları postklimakterik dövrdə götürüblər. Hansı ki, o qadınlarda aşağı ətraflarda qan dövranının pozulması, damar keçiriciliyinin 40%-ə qədər azalmasından əziyyət çəkirlər cavanlara nisbətən. Eyni zamanda kişilərdə də götürüblər praktik sağlam yaşlı kişiləri, onlarda da cavan adamlarla müqayisədə, cavan kişilərlə müqayisədə damar keçiriciliyi və qan dövranı aşağı olub. Yüksək dozalı vitamin C infuziyalarından istifadədən sonra orada deməli qan dövranında yaxşılaşma əldə olunub. Hətta tədqiqat bildirir ki, sağlam insanlarda yaşla bağlı olan hallarda bu tamamilə bərpa da oluna bilər. Bu bir daha göstərir ki, kardiovaskulyar xəstəliklərdə vitamin C-nin rolu çox böyük rolu var. Vitamin C sağlam damarların təminatıdır. Və bəzən belə bildirirlər ki, insanın sağlamlığı onun damarlarının sağlamlığı qədərdir. Paskorbin endotelial funksiyanı bərpa edir, qan dövranını və ürək əzələsinin işini yaxşılaşdırır, maddələr mübadiləsini isə dəstəkləyir. Digər doğru bildiyimiz yanlış, vitamin C laxtalanmanı artırır ya da azaldır. Bir qrupumuz deyirik artırır, bir qrupumuz deyirik azaldır. Onu qeyd edim ki, birbaşa laxtalanma faktorlarına vitamin C daxil deyil. Hamımız bunu bilirik. 13 faktora daxil deyil. Eyni zamanda tədqiqatı var, PubMed-də tədqiqatı var ki, vitamin C-nin istifadəsi qanda protrombin vaxtını və aktiv parsial tromboplastin vaxtını və əhəmiyyətli təsir göstərmir onlara və fibrinogen testinə də əhəmiyyətli təsir göstərmir. Bu özü də bu tədqiqatlar özü də qeyd edir ki, yəni onun laxtalanmaya ciddi bir təsiri yoxdur. Nə laxtalanmanı artırmayacaq, nə də azaltmayacaq. Belə bilirik ki, diabetli xəstələrin çoxunda ateroskleroz olur və bu istər heç diabetli olmasın, adi diabeti olmadan da ateroskleroza aiddir. O xəstələrin trombositlərində vitamin C, vitamin Y-nin aşağı səviyyəsini göstərir tədqiqatlar və trombositlərdə vitamin C-nin yüksək səviyyəsi
aqreqasiya və adheziyaya meyli azaldır. Əksinə çatmamazlığı aqreqasiya və adheziyaya meyli çoxaldır. Yəni bu kardiovaskulyar xəstəliklərdə əksinə ən çox istifadə oluna bilən bir preparatdır. Siqaret çəkməyənlərdə gündəlik 2 qram C vitamini təyin etməklə trombositlərin adheziyasının azaldığını görüblər. Bu da onun deməli bir neçə dənə belə tədqiqatları var. Deməli, eyni zamanda müəyyən olunub ki, vitamin C trombun formalaşmasına qarşı fibrinolitik aktivlik ilə əlaqəlidir. Vitamin C trombların formalaşmasına qarşı müdafiə faktoru hesab olunur. Bunun da bir neçə dənə, bir yox, bir neçə dənə tədqiqatları var. Digər bir doğru bildiyimiz yanlışlar vitamin C böyrəkləri sıradan çıxarır. Çox sayda tədqiqatlarla göstəriblər ki, sağlam, normal böyrək funksiyasında yüksək dozalı vitamin C-nin istifadəsində heç bir təhlükə yoxdur. Yəni, orada əmələ gələn oksalat, hətta müəyyən ediblər ki, bir gündən sonra, səhərsi gün artıq öz norma miqdarına gəlib çatır. Normal, böyrək funksiyası normal olanlar. Sadəcə böyrək çatışmazlığı, oksalat mənşəli böyrək daşları, residivləşən daşları olan və qlukoza 6 fosfat dehidrogenaza defisiti olanlar nəzarətə alınmalıdırlar. Beləliklə, mif və reallıq, bir daha təkrarlamaq istəyirəm ki, vitamin C-nin Langerhans adacıqlarını zədələdiyinə dair klinik sübut yoxdur. Tromboz riski artırdığı göstərilməyib, təhlükəsizlik, burada böyrəkdən söhbət gedir, üçün risk qruplarında ehtiyatlı olmaq lazımdır.